Salam dostlar. Bugün sizinle müasir dövr insanının problemlerinden biri olan procrastination, yani ertələmədən danışacağım. Əvvəlcə onu deyim ki, belə bir video birinci dəfədir çəkirəm və bilmirəm davamlı olacaqmı. Məqsədim də odur ki, uzun illər oxuduğum, öyrəndiyim, mənə kömək olan məlumatları başqalarına da kömək olsun deyə onlarla paylaşım. Ara sıra belə videolar çəkmək ağlımdan keçsə də, niyəsə özüm də həmişə ertələmişəm və məhz bugün şeytanın ayağını qırdıqdan sonra dedim elə bu mövzunun özündən başlayaq. Və videonun əvvəlində dedim ki, ertələmə müasir dövr insanının problemidir. Amma əslində ertələmə bütün dövrlərdə insanların problemi olub. Belə ki, hələ 2000 il əvvəl Stoa filosofları bu məsələyə toxunublar. Ertələmə barəsində məşhur bir ifadə Marcus Aureliusa məxsusdur. O deyirdi ki, axmaqları birləşdirən ümumi cəhət var. O da ondan ibarətdir ki, onlar yaşamağı həmişə ertələyirlər. Ancaq mənim ertələmə barəsində ən çox sevdiyim ifadə, deyirlər ki, bunu Mark Twain deyib, ona məxsusdur. O deyirdi ki, əgər bir şey bürsin edə biləriksə, onda onu niyə sabah etməliyik? Bu arada mən deyəsən cümlə ardıcılıqlarını elə qurdum ki, Marcus Aurelius Mark Twain'ə söz atmış oldum. Nəysə aran qatmayayım, gəlin keçək mövzunun özünə. Əgər mən bir şeyə problem kimi baxıramsa, mütləq o problemi yaradan səbəbləri anlamalıyım. Çünki problemi yaradan səbəbləri aradan qaldırsaq, elə problemin özünü də həll etmiş olarıq. Ertələməyə bir problem kimi yanaşırıqsa, mütləq onu həll etmək üçün beynimizə sadə bir şəkildə nəzər salmalıyıq. Beynimizin iki əsas sisteminə baxacağıq: limbik sistem və prefrontal korteks. Limbik sistem bizim beynimizin qədim hissəsidir. Yəni təkamül prosesində daha əvvəl yaranan beyin hissəsi. Burada emosional düşünmə prosesi olunur. Limbik sistemin əsas funksiyası bizi təhlükədən qorumaqdır. Şübhəsiz burada təhlükə deyəndə həm onu nəzərdə tuturuq ki, məsələn deyək ki, mən meşədə gedirdim, birdən pələngin nəriltisini eşitdim və limbik sistem mənə dərhal qaç, canını qurtar əmrini verdi və mən qaçdım, canımı qurtardım. Şübhəsiz bu limbik sistemin ən primitiv funksiyasıdır. Amma biz pələnglərdən uzaqlaşdıqca limbik sistemin də təhlükə anlayışı bir qədər fərqli olmağa başlayıb. Limbik sistem bizim cari vəziyyətimizə nəzərən bütün çətin vəziyyətləri, narahat verici vəziyyətləri problem kimi qəbul edir. Burada nəyi nəzərdə tuturum? Deyək ki, mən oturmuşam divanda və Instagramda vaxt keçirirəm. Və birdən saata baxıram və başa düşürəm ki, indi mənim idmana getməyə vaxtımdır. Əlbəttə, idmana getmək üçün mən durmalıyam, geyinməliyəm, yol getməliyəm, çətin məşq etməliyəm. Şübhəsiz ki, bu mənim divanda uzanmağıma nəzərən daha çətin bir vəziyyətdir. Ona görə də limbik sistem onu təhlükə kimi görür və çalışır ki, bunu mümkün qədər ertələsin. Biz də başlayırıq deməyə ki, qoy birdən çay için sonra gedərəm, qoy birdən kiməsə zəng eləyim sonra gedərəm və ertələmə baş verir. Limbik sistemdən fərqli olaraq prefrontal korteks beynimizin düşünən hissəsidir. Burada məntiqi düşünmə prosesi olmalı və beynin bu hissəsi bizi heyvanlardan fərqləndirən əsas beyin hissəsidir. Prefrontal korteks bizim iradə gücümüzün mənbəyidir. Limbik sistem ilə prefrontal korteks daima mübarizədədir. Və biz əgər nəyisə etməliyiksə, bu zaman bizim prefrontal korteksimiz güclü olub limbik sistemə qalib gəlməlidir. Fikir vermişsiniz, məsələn, bəzi insanlar var, onlar çox disiplinlidirlər, iradəlidirlər. Onlara sual verirlər ki, siz niyə belə disiplinlisiniz, iradəniz niyə belə güclüdür? Onlar müxtəlif səbəblər gətirirlər, amma əslində bunun bir səbəbi var. Beynin prefrontal korteksi daha güclüdür. Neyrolində maraqlı bir məlumat var, hansı ki bizim işimizə yarayacaq. Belə ki, əgər biz xoşumuza gələn bir işlə məşğuluqsa, əhval-ruhiyyəmiz yaxşıdırsa, xoş bir şey eşidiriksə, bu zaman bizim beynimizdə dopamin adlanan hormon ifraz olunur və bu prefrontal korteksin işini stimullaşdırır. Bu zaman deyirlər ki, beyin mükafat vəziyyətində fəaliyyət göstərir. Bunun əksinə olaraq biz əgər nəsə xoşa gəlməz bir şey eşidiriksə, məsələn də hansısa bir layihə üzərində işləyirik və birdən bizə nəsə xoş olmayan bir feedback verilir. Bu zaman isə bizim prefrontal korteks demək olar ki, fəaliyyətini dondurur və bu zaman deyirlər ki, beyin təhdid vəziyyətində fəaliyyət göstərir. Bu məlumatlar bizim nəyimizə lazımdır? Biz artıq anladıq ki, ertələmənin qarşısını almaq üçün beynimizi manipulə etməliyik və biz bunu iki yolla edə bilərik. Bir, beyni daima mükafat vəziyyətində saxlamaqla, iki, beyni təhdid vəziyyətindən çıxarmaqla. Bəs gəlin görə bu praktikada necə mümkündür? Birinci baxaq beyni mükafat vəziyyətində saxlamağa. Yenə qaydaq mənim bayaqki idman misalıma. Deyək ki, mən idmana getməliyəm və bunu istəmirəm. Bu zaman mən özümə hansısa kiçik bir mükafat təyin edə bilərəm. Məsələn, deyə bilərəm ki, idmandan sonra özümə o sevdiyim sendviçi almağa icazə verəcəyəm.
Bu prefrontal korteksin işini stimullaşdıracaq. Məhz buna görədir ki, praktikada fasiləli diyetalar aralıqsız kəskin diyetalara nisbətən daha effektivdir. Çünki motivasiya düşdükcə vaxtaşırı mükafatla bu motivasiyanı bərpa edirik. İndi gəlin baxaq beyni təhdid vəziyyətindən çıxarmaqla necə manipulə etmək olar. Deyək ki, mənə hansısa böyük bir layihə verilir. Məsələn, bir aylıq bir layihə. Şübhəsiz ki, belə bir layihəni mən həvəslə etmək istəmirəm. Çünki böyük görünür mənə, çətin görünür. Bu zaman bu layihəni xırda hissələrə ayırmaq olar. Məsələn, bu yazıcı Ryan Holiday'in əsas kitab yazmaq zamanı istifadə etdiyi strategiyadır. Belə ki, o müəyyən postkartlar hazırlayır. Deyək ki, 365 postkart hazırlayır və hər gün yalnız kiçik bir postkartı yazmaqla kifayətlənir. Bu zaman biz işin xırda bir hissəsini görürük deyə beyin onu görməkdən çəkinmir. Həm də əlavə olaraq biz bu işi bitirdikdən sonra dopamin də ifraz olunur və beləliklə o da əlavə olaraq prefrontal korteksin işini stimullaşdırır. Dostlar, əlbəttə bunlar maraqlı məlumatlardır, amma bəzən görürsən ki, layihəni eləmək üçün nə hansısa mükafat təyin edə bilmirsən, nə də onu hissələrə bölmək olmur. Bəs bu zaman nə etmək lazımdır? Bu zaman bizim köməyimizə Brian Tracy'nin qurbağanı ye nəzəriyyəsi gəlir. Tracy'yə görə qurbağa bizim görməli olduğumuz işlərin siyasında ən sevmədiyimiz, ən iyrənc, ən xoşumuza gəlməyən işdir. Və əgər biz səhər yuxudan durub hansısa bir işi görməliyiksə, ilk olaraq mütləq bu qurbağanı yeməkdən ibarət olmalıdır. Bu çox yaxşı işləyən bir strategiyadır. Ancaq belə bir sual meydana gəlir ki, mən elə özümü həmişə qurbağa yeməyə məcbur etməliyəm. Məsələ odur ki, bir şeyi təkrar-təkrar etdikdə limbik sistem ilə prefrontal korteks arasında əlaqə elə qurulur ki, artıq biz bunu etmək istəmədikdə limbik sistem bizim lehimizə işləyərək bizi onu etməyə məcbur edir. Vərdiş formalaşması elminin əsasında da məhz bu əlaqə durur. Ertələmənin bir problem kimi həllinə baxdıq. Bəs ertələmə doğrudan da mı həmişə pis bir şeydir? İngiltərənin 2-ci Dünya müharibəsi dövründə baş naziri olmuş Winston Churchill'ın maraqlı bir vərdişi varmış. Churchill ona gələn məktubları, memoları 3 həftədən tez oxumurmuş. Çünki Churchill inanırdı ki, hər bir şeyə dərhal reaksiya vermək lazım deyil və zamana buraxsa məsələlərin çoxu öz həllini tapmış olacaq. Doğrudan da Churchill 3 həftə sonra məktubları oxuyanda məlum olurdu ki, oradakı məsələlərin çoxu öz həllini tapıb və ondan artıq heç bir fəaliyyət tələb olunmur. Tarixdə Fabian strategiyası adlanan maraqlı bir strategiya var. O öz adını götürüb eramızdan əvvəl Roma və Karfagen arasında gedən Pün müharibələrindən. Belə ki, güclü Karfagen ordusu Roma üzərinə müharibəyə keçmək istəyir və bu zaman Romalılar hakimiyyətə diktator Fabius Maximusu gətirirlər. Fabian çox ağıllı bir sərkərdə idi və başa düşür ki, Karfagen Romadan qat-qat güclüdür və Roma Karfagenlə birbaşa müharibəyə getsə uduzacaq. Bu zaman o limbik sistem kimi müharibəni mümkün qədər ertələməyə çalışır və müharibəni bir neçə il uzadaraq Karfagen ordusu arasında ruh düşkünlüyü, zəiflik yaradır və beləliklə Roma Karfagen ordusuna qalib gəlir. Fabian strategiyası hərbi bir strategiya olsa da, günümüzdə hər şeyə dərhal reaksiya verməməyin və vaxtını gözləməyin gözəlliyindən bəhs edir. Nəyə dərhal reaksiya verib, nəyə isə vaxtını gözləməyi bilmək, prioritetlərin düzgün təyin olunmasından irəli gəlir. Bu isə başqa bir video mövzusudur dostlar. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.